Uzun aradan sonra Zaqatalaya həm bacımla görüşməyə, həm də təzə yeznəmizi görməyə gedirik. Günümüz çox maraqlı keçəcəyini bildiyimə görə sizlər üçün vlog çəkmək istədim. Öncəliklə saçlarımı bururam, ardınca da üzümü nəmləndirərək makiyajı keçirəm. Bu arada tam 2 ay idi ki, üzümə makiyaj tətbiq etmirdim və üzümü çox qəribə hiss elədim. Bu tonal kremi çox bəyəndim. İlk başda ağappaq görsənməyinə baxmayaraq, sonradan tam olaraq dəri tonuna uyğunlaşır. Makiyaj olaraq yenə hər zamanki kimi sadə bir şeylər etdim. Burada da sizə yoldaşımla mənim kombinimi göstərirəm. Ardınca yola düşdük Balakənə, şəhərə doğru. Öncə dırnaqlarımı düzəltmək üçün salona getdim. Bu arada bu xanımın yanına ilk dəfə də gedirdim, amma əl işini çox bəyəndim. Mənim istədiyim model bu idi və sağ olsun tam istədiyim kimi oldu. Əl işi həm gözəl, həm də çox sərgəlidir. Səhifəsini storydə etiketləyəcəm. Bu da mən salondaykən 2 saat məni gözləyən koca ürəkli yoldaşım. Hər nəysə, şəhərdə işlərimiz bitəndən sonra yollandıq Zaqatalaya doğru. Bacım Zaqatalada Narmobayalda işləyir. Öncəki onu götürməyə gəldik. Ardınca da yoldaşı ilə bərabər yollandıq gözəl bir məkana. Gəldik çatdıq Zaqataladakı lavanda çöllüyünə. Bu arada bura giriş və çəkiliş etmək ödənişsizdir. Məkan olaraq da Zaqatalada aeroport yolunun üzərində yerləşir. Şəkil və videolar çəkmək üçün çox gözəl bir məkandır. Hər nə qədər Balakəndə yaşasaq da, Zaqatala mənim üçün ayrıca bir doğmadır və belə bir xoşbəxt tablonu görmək məni də çox sevindirir. Bu arada bacımla məni çox oxşadılar bir-birimizə. Bəs sizcə bizim bənzərliyimiz varmı? Fikirləriniz mənim üçün də maraqlıdır. Yüzlərlə şəkil video çəkdikdən sonra çəkilişimizi sonlandırırıq burada və ardınca da deyib gülərək yollanırıq parka doğru. Axırıncı dəfə parka nə zaman gəlmişəm heç xatırlamıram belə. Uşaqlığımızda parka çox gələrdik deyə bilərdim əlbəttə ki, amma təəssüflər olsun uşaqlıq xatirələrim yadımda deyil. Yedik, içdik, deyib güldük, maraqlı və xoş söhbətlərlə günümüzü sonlandırdıq. Bərabər çox maraqlı bir gün keçirdik. Zamanın necə gəlib keçdiyini heç anlamadıq belə. Ümid edirəm yaşadığımız bu enerjili günü sizlərə də ötürə bildim. Növbəti və daha maraqlı vloglarda görüşənədək.